Dünəndən yerli mediada Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin bir sıra vəzifələrinin səlahiyyətli nümayəndə Ceyhun Cəlilova etiraz edərək işdən çıxdıqları ilə bağlı xəbərlər tirajlanır. Mən Naxçıvanda bütün proseslərin ideal olduğunu iddia etmirəm. Bizi izləyənlər bilir ki, Naxçıvandakı problemləri ən çox ictimailəşdirən media qurumlarından biri də rəhbərlik etdiyim TNS televiziyasıdır. Media orqanları həqiqətə xidmət etməli, obyektiv, qərəzsiz olmalı, yaydıqları məlumatları dəqiqləşdirməlidirlər. Bunu TNS media qrupunun rəhbəri Tural Səfər öz Facebook səhifəsində yazıb. Jurnalist Naxçıvanda baş verənlərə aydınlıq gətirib. Tural Səfər bildirib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində heç bir işçi səlahiyyətli nümayəndəyə etiraz edərək işdən çıxmayıb. Bizim əldə etdiyimiz məlumata görə səlahiyyətli nümayəndəliyə birinci kateqoriya dövlət orqanı statusu verildikdən sonra həmin şəxslərə iş təklif olunub. Ancaq bu dırnaqarası şedevr yaradan kadrların gözü yuxarılardadır. Onlar yüksək vəzifələr tələb edirlər. Güya işlədikləri dövrdə xariqələr yaradıblar. Hər kəs bilir ki, onların potensialı təklif edilən işlərdən daha yuxarı deyil. Yəni, qabiliyyətlərinə uyğun, hələ biraz da qabiliyyətlərindən daha yüksək vəzifələr təklif olunub. Bunun nəyinə etiraz edəcəklər? Yazırlar ki, işdən ayrılan şəxslər Naxçıvan Muxtar Respublikasında bir sıra mühüm dövlət proqramlarının və layihələrinin hazırlanmasında xüsusi xidmətlər ilə seçiliblər. Kim? Günay Malik qızı, Qoşqar Kamilli, yoxsa Pənah Mehdiyev? Fuad Nəcəflinin gətirib Naxçıvana soxuşturduğu bu şəxslərin Muxtar Respublikaya ancaq ziyanı olub. Bunların yaratmaz fəaliyyəti nəticəsində Naxçıvanla bağlı qəbul edilən dövlət proqramları böyrü üstə qalıb. Hələ biri də var, otağının qapısı Samir Seyid Əhmədlinin qəbul otağına dəyişdirilən Tükəzban Quliyeva. Bəs onu niyə yola salmayıblar? Hesab edirik ki, Naxçıvan rəhbərliyi bu sual ətrafında ciddi düşünməlidir. Çünki Tükəzban Quliyeva da müsbət fəaliyyəti ilə fərqlənmir. O da digərlərinin tayıdır. Fikrimcə, bu şəxslərin yola salınması Naxçıvana xidmətdir. Ancaq onların yerinə layiqli adamlar təyin edilməlidir. Bir sözlə, obyektiv olmalı, informasiyanı dəqiqləşdirdikdən sonra yaymalıyıq.